Deməli, oyanmaq sözünü yaz özündə. Oyanmaq prasıpatsa deməkdir. Prasıpatsa, oyanmaq. Prasıpatsa, oyanmaq. Söz tanış gəldi. İndi də tanış gəldi. Deməli, mən oyanmışam. Necə deyəcəksiniz? Mən oyanmışam. Ya prasıpatsa? Yox. İndi fikir ver. Vapşı başqa cürə şey eləyir. Ya prasнулась. Prasнулась. Я проснулась. Mən oyanmışam. Sonu luz, prasnilus. Проснулась. L-A-S. Və məhki znak var. Я проснулась. O hələ oyanmayıb. On. Ay, sağ. Hələ. Hələ. Yəni hələ ki, hələ. Yeşo sözündən istifadə edəcəksən burada. Demək, o hələ oyanmayıb. On еще. Ay, Praspal. yox. Prasnilas. Əgər 10 deyirsənsə, fikir ver. Qoy onun 2 vidini də sənin üçün yazım. 10 deyəcəksənsə, deyəcəksən ki, on еще не проснулся. Düzdürmü? Он еще не проснулся. Ana deyəcəksənsə, hə, özünə necə aid edirsənsə, проснулась. Burada da не проснулась olacaq. İndi o hələ oyanmayıb. Nəticədə necə deyəcəksən? Он еще не проснулась. Не проснулся. Düzdürmü? Проснулся. Düzgündür. Düzgündür. Проснулся. Еще не проснулся. Yumşaltma. Он еще не проснулся. Проснулся. Ay, sağ. Təzən bir dedi. Он еще не проснулся. Amma çox istifadə elə ki, düzgün deyəsən. Əgər ana olsaydı, Проснулась. Проснулась de görüm. Проснулась. N-nı yumşaltma. Проснулась. Проснулась. Ay, sağ. Görürsən, müjü deyilik başqadır. Bəli. Deməli, o hələ oyanmayıb. Nəticədə necə olur? Она еще не проснулась. Ay, sağ. Görürsən, yəni istədiyimi mən səndən alana kimi bezdirirəm. Yəni, bütün şagirdlərimə qarşı eləyəm. Tak. İndi sual yaranır ki, niyə просыпаться sözü döndü oldu проснулся, проснулась. Düzdürmü? İndi sənə sirrini deyək.